Aytqancha, go'shimizda salat bo'lgani uchun shunday nar sousini Assalomu alaykum. Zarovuz kanalına hurmatli obunachilari. Reklamalarni ko'rib, charchamay like bosib, komentar yozib o'tirgan opa-singillarimiz, aka-ukalarimiz hammangizni bugun men reklamni pauza etib, sizlarga shunday mahsulotlardan zo'r salat tayyorlab ko'rsatacakman. Bizlarga kerakli bo'ladigan masalliqlarimiz: svetofor, baklajan, bir dona limon, cherry pomidor, shunday 3-4 tane chesnok, duzlangan badring ve 300 gram go'sht, ko'katlardan gökpiyoz, ukrop, petrushka, kinza ve salatimizning eng kerakli narsasi shunday shampinyon, qo'ziqorinlarimiz. Bu yerda sos o'tish uchun birinchi ishimizni boshlab olamiz. Qo'lim yuvilgan, darrov kommentariyada qo'l yuvilmadi va nima degan gaplar kerakmaydi. Birinchi go'shtlarimizni parrak samancha shaklida iriroq etib doğrab olamiz. Go'shtlarimizni shunday irilikda doğrab olamiz. Salatimizda xo'sh chiqishi uchun. Xudo xolasa eldimizda hali ko'p bayramlar bor. Ayniqsa yangi yilni eng yaxshi ko'radigan bayramim. Yangi yil uchun ham shunday zo'r salat retseptlarini sizlar bilan ulashaman. Meni kanalimda aktiv bo'lib boringlar. Har xil salatlarning retseptini eng sizlar uchun video etib chiqaraman. Go'shtimizni doğrab oldik. Endi esa buni qizib turgan yog'da qo'yib olamiz. Tavamizni yaxshilab qizdirib olib, yog' solaman. Yog'ni ko'proq solib turganimning sababi sous tayyorlash uchun ham qizdirilgan yog' kerak bo'ladi. Shuning uchun yog'imizni ko'proq solib turibman. Yog'imizni yaxshilab qizdirib oldik. Duz ozgina solamiz. Buncha duz solamiz. Nechindasa champinyonimizdan duzli, keyin duzlangan og'urchimizdan bor. Shuning uchun go'shtga duzni ozgina solamiz. Ko'p solmaymiz. Aytgancha, qizdirilgan yog'imizdan bir cho'mich yog'ni olib, sous uchun olib qo'ydik. Go'shtimiz bo'shgina pishishi uchun duz soldim. Duzdan keyin ozgina universal pripravasi bor. Shundan solamiz va 3 qoshiq soya solamiz. Soyani nechalik ko'p solsangizlar, shunchalik go'shtimiz bo'shgina bo'lib, mazali bo'lib chiqadi. Shunday deb past olovda ustini qop-qopini beklab qo'yib qo'yamiz. Go'shtimiz pishguncha qolgan masalliqlarni doğrab olamiz. Sousimizni tayyorlab olamiz. Qizib turgan yog'. Araydi sousundan 1 qoshiq solamiz. Keyin uksus, soya. Bundan ham 1 qoshiq solamiz. Araydi sousimiz shirali bo'lgani uchun hamma vaqt chilidan solsangizlar shirasi chiqmaydi. Ko'pincha salatlarda araydi sousini qo'shadilar-ku, shirali bo'lib yotadi. O'zi salatda ojjisi bilan mazali bo'ladi. Shuning uchun men hamma vaqt araydi sousiga shuni chili ishlataman. Ozgina solamiz bundan. Keyin uksuzni olmali uksuz ishlataman. Salatlara ta'mi boshqacha bo'ladi. 1 qoshiq. Ozgina qo'lni hovuchunda ezilgan kinza. Ozgina qora burch. Tablaringizga ko'ra solaverasizlar. Keyin chesnok. Chesnoklarimizni cho'rkadan chiqarib ko'p vaqt bo'ldi salat deb yurardim. Shuning uchun bugun sizlarga o'zgarish bo'lsin kanalimda deb salat deb chiqishga qaror etdim. Men shu yerda Instagram profilimdan qo'yib o'taman, chunki Instagramda zo'r vayrlan ishlayman. Instagramdan aktiv bo'lsangizlar bo'ladi. Endi sousni yaxshilab aralashtirib olamiz.
Vapşi mazalı sos boladı bu. Salatımızda göç boğan üçün şunun her daim göçlü salatlarda narlı sosunu işləsəyiz də boladı bu. Ənarlı sosumuz bundan. Az qana köpəmək. Çünki bam az qana şirəli boladı. Şunu salamız. İndi salatımızı yaxşılab aralaşdırıb çetdə alıb qoyamız. Sosumuzdan tayarlab çetdə qoyduq. İndi svetofor bolgarskilərimizni doğrayımız. Bulanı yuvub, taxlab qoyma video köp çözülüb getməsində. Çünki yuvub tayar etdim. Bulanı şunətib xoşça görünüşdə doğramalıyız. Şimdi kızıl bolgarskimizle doğrayımız. Burçumuzla doğramalıyız. Özlərinizdə, öyünüzdə neçəli adam olsa, şuna qarab reseptini qoşub bara verəsilər. Mən hazır bir də yarım bu bırşlarımızı işlətəmək. Çünki özü 2 tane erkəlik mini video üçün, sizlər üçün salat tutma. Çünki bir dəqiqə həm məvəcini işlətməyəm. Bolgarskilərəm doğrab aldıq. Özüm hoşa baktırgan çeri pomidorlanam. Böyle bölünmüş. 2'ye ortasından bölümüzden. Doğram. Doğrab taşıyımız. Çeri pomidorunun kilosu 50.000 somdan eken. Kımmat eken. Çok vaxt oldu. Çeri pomidor alımı yürüvedim. Abişli pomidorla bazarda 7.000 som eken. Pomidorlar qımmatlabdı. Bazar baxasına ayt bütün dedim daha sizlərə. Pomidorlar həmməsini doğramız. Az qınasını işinətib 2'ye böləmiz. Bunu qoyamız. Gen agursilərimizi gereksiz yerine aptaşab. Mən kiçikina buğan üçün işinətib yine şunun görünüşdə doğra basazla boladı. Vapşi zor salat boladı. Yine niçik trenddeki salatlarını ötüb görsətin sizlərə. Bana şunu kommentariyada yazıb qaldırırlar. Bodringlərimizdən doğrab aldıq. Bulanı idişə salamız. İndi gök piyazımız. Gök piyazını xoş rətib doğrayırız. İri rakat. Salatımız da zor bukduradı. Özü bu salat baku zakuskelik salat bu. Aynısa şorun yaxşı görədəmin adamlar üçün mazalı salat. Kim də kim öyündə məni YouTube'um, məni kanalımdan görüb tayarlasa, Instagramlarınız olsa, Instagramda mənə atmet bütünlər. Piyazlarını iri doğradıq. İndi kökətlərimizdən doğrayırız. Bulanam iri doğrayırız. Mide etimiz. Çünkü salatta midesi bu mid. Kol bilenem doğra veririz. Şampinyonlarımızı ortadan 2'ye bölüp alamız. Həmməsini. Bulanı bölüp alandan keyin inaşını kukuruz işlətəmiz. Kukuruz mu bu? Hava Məkkə joxarı. Buna salata salamız çünkü soğunu taşıған.
YouTube kanalımda 3000 adam bo'latırmız. Живой auditoriya. Həmmənizə katta rəhmət aytaman. Koldan gəlincə videolarımı tarqatıb verirlər, yaxınlarınızı telefonuna alıb kollarınıza YouTube kanalıma podpisasiya basıb qoyunlar ki, yan başında qonquraqçı sən başını bassanızlar taza video çıxarğanımı SMS-i gələdim. Bir salat zötəməndə işanasızlar ama ekranın yan başını görsətib versəm öyümdəki həmməni özümə qaratıp salat üçün işırda ballarımı cım etib qoyub işana verirlər. Beçara ballarım. Beçara ballarım apam YouTube'a video olsun da indəmiyə oturubdular. Ona kelləm yarış bərabər edir axırında. Kuşumuzdan pişdi. Yağ iskına vurdurdu. Salata salamız bunu. Tavanı alıb qoyamız içində və təyirlab qoyğan sousumuzu salamız. İndi kolumuza pirçatkəni diyəmizdən kolumuz bilən yengilətib salatımızı aralaşdırırız. Bay bay bunu islərindən. Vəbşi üstlərimizdə şunun xoş ray olub, bezək olub. İyi təmi ki, vəbşi nəbiçini təm özgəçə təm boladı. Çox təkdinə. Kolumuzdan şunları yengil aralaşdırdık yine. Hazır bunu xoş şəhətib təzəyə salamız. Nyam 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 nyam. Salatımızı gördüyünüzlər dım xoşay bol çıxdı, təmiyəm, dım mazalı boldu. Videonu axırınadan görgənləriniz üçün kəttə rəhmət. Spesialni salatımızın adını videonun axırında aytaman dəb, başında aytmayındırmadım. Doğrusu sən bu salatın adını özümən bilməm. Mənəm yadımdan çıxıb getdi. Lakin şimdi salat zöt gəlmən, adı yadımda yox. Buna adını həmməmiz birgəlikdə kommentariyada adını özlərimiz koyamız. Bismillah dəb. Degustation etemiz lazım. Degustation. Dummaza. Ma görsün beni. Balam ayanlar bilir melek geldiğimi. Ne geldi? Ne geldi? Dummaza balam. Üstlerimce tükürünler. He? Ne geldi? Ne geldi? Kim çık boptu? Mazalya. Mazlumeken. Ava. Nadimiz həmmənizi Zaravuz kanalında kütük qalamız. Mən auditoriyamını küçəkdirib bərəslədən ümidləməm. Video davamında şunda yine hər xılı nələ bular biləcəm. Like basıp görərsiniz. Like basıp Uçurmayın görərsiniz. gitmez. Like basıp komentariya yazın. Rahmet.